Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün 2 noyabr tarixində keçirilmiş OTK sınağının izahına baxaraq 9-cu siniflər üçün. Birinci sual. Bir-birlə antonim ola bilməyən sözlər dərcəsini müəyyən edin. Burada fərqli, eyni, tox, az, yoxuş, eyniş, hamısı bir-birinin antonimdir. Antonim o birinin A variantı olacaq. Niyə? Bağlanmış feili sifətdir, açıq sifətdir. Eyni tikəsi olmadığı üçün bunlar antonim hesab olunmayacaq. Birinci sualda cavabımız A variantı. Qalın saitlə başlasın, incə saitlə tamamlanan sözlər. A. Qalın saitlə başladı, incə ilə tamamlandı. Götürdük. İ. İncə ilə başladı. 2-ni çıxdın, 2-ni çıxdın. 3. Qalınla başladı, incə ilə yox, qalınla tamamlandı. 3-ü də çıxdın. Cavabın qaldı C variantı. Qalınla başladı, incə ilə bitdi. Qalınla başladı, incə ilə bitdi. İkinci suala cavabımız C variantıdır. 3. Müqayisə cədvəlində işarə qoyulmuş sözlərə uyğun olmayan zəiflərə isimləşib, aza qanunan nəyə bu da isimləşib? İsimləşib yazıb, isimləşib harada olmalıdır? Burada ortada olmalıdır. Bir yanlışdır, biri götürdüm. Əlamət bildirən sözdür. Zəif, yəni sifətdir, düzdür, sifətdir. 3 saydı, bəli, isimləşsə belə morfoloji cəhətdən saydı. İsmin sualına cavab verir. Bu doğrudur. Hər ikisi ismin sualına cavab verir, isimləşib. Hal şəkli qəbul edən isimdir, isim deyil. Bu sifətdir, bu isə saydı. Deməli, cavabımız nə oldu? Yanlışları istəyir, uyğun olmayan C variantı. 1 və 5-ci. Gəldi, növbəti sual. Tərkibində dodaqlanan sait olmayan cümlə. Dodaqlanan hansıdır? O, Ö, U, Ü. Monoqrafiya səs çapdan çıxdı. Monoqrafiya necə tələffüz olunur? Monoqrafiya. Monoqrafiya. O, Ö, U heç biri yoxdur. Deməli, cavabın A variantıdır. B niyə olmaz? Montiyor o var. Moderator o var. Moderator olur. Aya keçsə bu o qalır. Olmaz. Xəbər üllər var burada. Möcüzədə üllər var. Təbii ki, bunlar dodaqlanan saitdir. Sənə olmayanı istəyirsə, cavabın 4-cü sualda A variantıdır. 5-ci sual. Uyğun sözlər hansıdır? Yalnız say kimi işlənə bilir. Yalnız say kimi işlənə bilir. 3-də 1. Kəsr sayı yalnız say işlənir, düzdürmü? 1-i götürdün. Deməli, az sayı yalnız say kimi işlənə bilmir. Az həm də feil kimi işlənə bilər, düzdürmü? Həm də zərf kimi işlənə bilər. Ona görə 2-ni çıxdın, 2-ni çıxdın. 1-i də götürmüsən. Yüzlərcə yalnız say kimi işlənir. 3-ü də götürdük. Həm say, həm də başqa bir sıra bir çox sözləri yalnız saydır. Ona görə 4 olmaz. Bir qədər, tutaq ki, bir qədər danışdım. Həm say, həm də zərf ola bildi. Minlərlə isə yalnız saydır. 1, 3 və 5. Sənin 5-ci sualda cavabın C variantıdır. 6. Hansı nümunənin sonuncu sözü yerinə görə omonim kimi işlənər? Təbii ki, burada omonim kimi işlənə bilən söz, etibar sözü omonim yoxdur, bilməlidir, yox, qaranlıq, yox. Gəlir isə işlənməyəcək, çünki başdan sona dəyişir. Nəticə sözü olacaq. Nəticə sözü necə omonim olur? Bir işdən, hadisədən doğan, çıxan vəziyyət, hal, son aqibət. Bir də əsərin, məqalənin əsas məzmunu, qısaca xülasəsi. Deməli, cavabımız nədir? 6-cı sualda cavabımız Y variantıdır. 7. Cümləsindəki əsas niksənin hamısına aid fikirdir. Paxıllıq isimdir. Ürək isimdir. 3-ün köməkçi hissəsinə baxmırıq, zəhər isimdir. Deməli, hər biri əşya da bildirir. Deməli, hamısına aid olan fikir 1-i götürdük. Qrammar şəxsi qəbul etməyib. Zəhərdir. Zəhərdir. Dır xəbər şəxsi qəbul etməyib. Hamısına aid olmadı axı. 2-ni çıxdıq, 2-ni çıxdıq, 1-i də götürmüşük. Adlı qaldırır. Paxıllıq ürək üçün zəhərdir. Bəli, hər biri adlı qaldırır. Gözlə görünə bilir. Paxıllıq nədir? Mücərrəd isimdir. Gözlə görünə bilmir. 1 və 3. Sənin 7-ci sualda cavabın C variantıdır. Deməli, gəldik. 8-ci sual. Hansı sözlər çoxma dərəcəsində işlənə bilməyən sifətlərdir? Səndən sifət istəyir, düzdürmü? Sən də bilirsən ki, çoxma dərəcəsində işlənə bilməyən sifətlərdir. Bilirsən ki, dakı, dəki şəkilçili sözlər çoxma dərəcəsində işlənə bilmir. Deməli, çoxma dərəcəsində işlənə bilməyən evdəkini işlədə bilmərik. Dakı şəkilçili sifətlər olur daha çox. Bir də dünənki olar. İrəlidəki, tutaq ki, ən irəlidəki deyə bilirəm. Çoxlama dərəcəsində işlənə bilirəm. Aydınca, yaxşıca deyib işlədə bilirəm. Deməli, cavabın olacaq 1, 4, 8-ci sualda sənin cavabın Y variantıdır. 9. Nə qədər düşünsək də bir sıra suallara cavab tapmarıq. Cümləsində sözlərlə bağlı doğru fikirlərdir. Cəm şəkilçili isim suallara təkdə verilə bilməsi düzdür. Bir sıradan sonra gəlibsə, bu cəmdə olmalıdır. Bir sıra bir çoxdan sonra yalnız cəm gəlir. Doğru fikri istəyir, 1-i götür. 2 say işlənib. Nə qədər burada zərfdir? Sənin burada bir dənə sayın var. O da bir sıra sözdür. 2 yanlışdır. 2-ni çıxdın, 2-ni çıxdın. İsimlərdən biri adlı qaldadır. Suallara cavabı tapmadıq. Bu yönlüşdür. Bu isə təsirli qaldadır. Ona görə 3 yanlışdır. Əşya miqdarını konkret bildirməyən, yəni qeyri-müəyyən sayı var. Bəli, bir sıra sayıları, bir sıra qeyri-müəyyən miqdar sayı olduğu üçün sənin cavabın 9-da Y variantı. Altdan seçilmiş sözlərin hər ikisinə aiddir. Yarayanlar necə tələffüz olunur? Yarayanlar. Yarayanlar. Bu da yaramırlar. Yaramırlar. 2 dənə lı keçir r'ya da yaramırlar.
rar şəklində tələffüz olunur. Qarşılığı olmayan samitlə başlar. Y-nin qarşılığı var. Nədir? Xıştrik. Deməli ana çıxdın. Kar samitlə bitir. Bu r ilə bitir. Cingiltili çıxdın. Ahanc qana tabedir. Yarayanlar sözü ahanc qana tabedir. Uzun tələffüz olunan sait yoxdur. Yarayanlar və yaramırlar heç birində uzun tələffüz olunan sait yoxdur. Bəli, D variantı ortaq fikirdir. Qapalı saitdən istifadə olunmayıb. Burada I var. Görürsüz I tələffüzdə. Bunun özündə də I var. Deməli 10 sual cavabımız oldu D variantı. İkinci hissədə isə mətn suallarının izahını çəkib atacağam.